Və mühüm xatırlatmalardan biri də odur ki, Zilhiccə ayının artıq daxil olması iləndir. Zilhiccə ayı elə bir aydır ki, Allah-u Teala bu ayın ilk 10 gününü yer üzünün ən fəzilətli günlərindən etmişdir. Zilhiccə ayının ilk 10 günü yer üzünün ən fəzilətli günlərindəndir. Vəl-fəcr və ləyəlin əşr. Allah-u Teala Quran-ı Kərimdə Fəcr surəsində bu barədə buyurur. Zilhiccə ayı elə bir aydır ki, bu ilk gündə bir çox ibadətlər cəm olunmuşdur. Yəni həc ibadəti, ən əzəmətli ibadətlərdən biri olan həc ibadəti bu günlərdə cəm olunmuşdur. Və həmçinin bu günlərdə qurban, bu günlərdə tavaf, bu günlərdə səy, bu günlərdə həmçinin şeytanın daşlanması, fikir verin, və həmçinin Arafa günü, hansı ki Allah-u Teala bu gündə ən çox qullarını cəhənnəmdən azad etdiyi gündür. Fikir verin, bu gün, bu 10 günün içərisində cəm olunmuşdur. Və gətirilir ki, Ramazan ayının son 10 günü mü xeyirlidir, yoxsa ki Zilhiccə ayının 10 günü mü xeyirlidir? Və alimlər cəm edirlər və günlər içərisində, gündüzlər içərisində ən xeyirli 10 gün Zilhiccə ayının ilk 10 günüdür. Və gecələr içərisində də ən fəzilətli gecələr Ramazan ayının son 10 gecəsidir. Və gətirirlər ki, günlər içərisində ən fəzilətli gün bu Zilhiccə ayının içərisində, o 10 gün içərisində 9-cu günü olan Arafa günüdür. Ən fəzilətli gün. Gecələr içərisində də ən fəzilətli gün, ən fəzilətli gecə Ramazan ayının son 10 günündəki Qədr gecəsidir. Ki verin, yəni Subhanallah, Allah-u Teala seçib. Bu vaxt, yəni bu mövsümdür. Bir müsəlman üçün, bir mövsüm üçün bu günlər bir mövsümdür. Yəni insanın savab əldə etməsi üçün, insanın günahlardan çəkinməsi üçün, insanın özünü ibadət, itaat üzərində sabit etməsi üçün mühüm günlərdir. İnsan gərək bu günlərdə çalışsın. Bu günlərdə olunan əməllər çox fəzilətlidir. Hətta Peyğəmbər s.ə.v. sual verir, ya Rasulullah, yəni Allah yolunda olunan cihaddan da daha fəzilətlidir. Peyğəmbər s.ə.v. buyurur, bəli, Allah yolunda olunan cihaddan da daha fəzilətli. Ancaq o şəxsdən ki, canı ilə və malı ilə cihada çıxar və geri qayıtmaz. Subhanallah, fikir verin. Yəni, insan bu günlərdə çalışmalıdır. Nə ilə çalışmalı? İnsan bəzən elə fikirləşir ki, yəni, xüsusi bir ibadətlər mi var? Xeyr, bu günlərə xüsusi bir ibadət yoxdur. Yəni, bəziləri bu ibadətlərdə gündəlik olaraq, yəni Peyğəmbər s.ə.v. sünnəsində gəlməyən, varid olmayan ibadətlər əlavə ediblər. Birinci gün filan qədər filan şey oxunmalıdır, filan zikir oxunmalıdır. İkinci gün filan qədər filan zikir oxunmalıdır. Belə bir şey şəriətdə varid olmamışdır. İnsan bu günlərdə çalışıb nə etməlidir? Namazın sünnətlərini artırmalıdır və həmçinin zikri, oxuduğu Quranı artırmalıdır. Bacardığı qədər elmə hərisliyi, elmdə iştirak etməyi və elm öyrənməyi artırmalıdır. Çünki ən fəzilətli ibadət insan elm öyrənməsi. Çünki elm nurdur. İnsan elm səbəbi ilə etdiyi əməlin fəzilətini bilir və bildiyi zamanda onun üçün daha çox savab gəlir. Və insan nə qədər çox bilərsə Allaha o qədər yaxın olar. İnsan nə qədər çox bilərsə Allahdan o qədər qorxar. Ona görə mühümdür ki, insan bu günlərdən faydalanmağa çalışsın. Və həmçinin namazın sünnətləridir və həmçinin zikirdir, sədəqədir. Bu aylarda verilən, bu 10 gündə verilən sədəqə digər vaxtda verilən sədəqələrdən qat-qat üstündür. Yəni sədəqə insan bəzən fikirləşir ki, yəni insan kasıbdır, necə sədəqə verir? Peyğəmbər s.ə.v. buyurur ki, "Əl-kəlimətu tayyibətu sadaqa." Gözəl söz sədəqədir. İnsan öz evdəkilərə, küçədəki uşağa, qohum qardaşa, yaşlıya üzünə təbəssüm etməsi nədir? Sədəqədir. Ona gözəl bir söz deməsi nədir? Sədəqədir. Və həmçinin hər kəs həyətində axan bir bulaqdan bir qabı doldurub həyətdə qoyması,
Yəni havalar istiləşir. Orada heyvanların su içməsi nədir? Sədəqədir. Hətta insanın üstü olan çörək qırıntılarını yığıb onu qarışqaların olduğu bir yerə atması nədir? Sədəqədir. Subhanallah. Yəni görün nə qədər sədəqələr var. Və insanın məscidə gəzərək getməsi sədəqədir. Hər atdığı addım üçün nədir? Sədəqədir. Onun dərəcəsinin artması var, savabının artması var, dərəcəsinin yüksəlməsi var. Hər atdığı addıma görə onun günahının azalması var. Yəni fikir ver, nədir? Hamısı nədir? Bu günlərdə insanın üzərində daha çox çalışması gərəkən əməllərdən. Allahdan istəyirik ki, Allah Teala bizi bu günlərdə gözəl bir şəkildə çalışmağa müvəffəqiyyət versin. Müvəffəqiyyət həqiqətən də Allahdan. İnsan müvəffəqiyyəti özündən görərsə, vallahi ki, xusran içərisindədir. Və Allahın yardımı ona gəlməz. Çünki bu əməllər, hər hansı bir ibadət Allahın yardımı ilə. Əgər insan bunu özündən görərsə, Rəbbinə qarşı nankör olar. Və əgər şükr edərsə, Allah-u Teala ona olan neymətini artırar. İbadətin də şükrü nədir? İnsan etdiyi ibadəti Rəbbindən olduğunu görməsi ibadətin şükrüdür. İnsan fəcr namazına getdisə, Allahım sənə şükürlər olsun. Mən kim idim ki, məni gecənin bu vaxtında, insanlar yatdığı yerdə məni isti yatağımdan qaldırdın və öz evlərindən bir evə apardın və mənə sənə səcdə etməyi nəsib etdi. Bu səndəndir, məndən deyil, ey Rəbbim. O qədər insan var ki, namazdan evə qayıtana qədər Rəbbinə şükr edirlər. Yəni bu neməti ona nəsib etdiyinə görə insan belə edərsə, baxarsınız ki, ona olan Allahın yardımı artar. Allah Teala buyurur ki: "Və in şəkertum la'zidənnakum." Əgər şükr etsəniz, sizə olan nemətimi artıraram. Bu da insanın ona Allahın nəsib etdiyi ibadətlərdə olan şükrüdür. Altdan istəyir ki, Allah Teala bizə şükrü, həqiqi bir şəkildə şükr etməyi nəsib etsin və xeyir əməllər üzərində yarışmağı nəsib etsin. Özü razı qaldığı şəkildə yaşamağı və razı qaldığı şəkildə bu dünyadan köçməyi nəsib etsin və son anda kəlmə-i şəhadəti və o ölüm anında olan o sevinci bizə nəsib etsin. Əmin.